2, 3, 4, 5. Başlayaq. Çox elə şəxsi suallar vermə ya. Sənin belə gənc və sağlam görünməyində Gülnara xanımın rolu böyükdür. Yəni İllərə varma da. Bayaqdan nə illər. hə. Kvartalın axırıdır, ölmək sağ. Mənim Instagram səhifəmə girəndə baxarsan ki, nə qədər sıxıcı həyatım var da. Yəni səninlə dil tapmaq çox rahatdır, çox asandır. Bəli. Yəni, sən bir istedadın olmalıdır, televiziyaya çıxmalıydın da. Səndən nikbin xəbərlər gözləyirəm, nikbin. Və bir də artıq ki, insanlar görürlər, bu da pul gətirir. Yəni sən qatıqlayacaqsan, bu ifadəni ilə bu cürdə demək istəyirəm, qatıqlayacaqsan və Azərbaycanca danışan hər kəsə salamlar. Bizi izləyən dəyərli insanlar, podkastımızın növbəti 8-ci epizodu yayımdadır. Bu çəkilişi etdiyim həftənin bazar günüdür və siz bu yayımı noyabrın 1-də izləyəcəksiniz və bugünkü söhbətimin hazır olmasını gözləyərkən kifayət qədər vaxtım oldu və bu fürsətdən istifadə edib səhər gəzintisinə çıxdım və burada payız əməli başlı hiss olunur. Yəni bütün ətraf, ağaclar qızılı, sarılı rəngə bürünüb. Ən sevdiyim fəsillərdən biridir. Əslində bütün fəsilləri sevirəm. Yəni hər fəslin öz yeri var. Payız isə özəldir. Biraz qəmginlik, biraz kədər gətirir, biraz nostalji hisslər gətirir. Amma ümumilikdə düşünürəm ki, çox gözəl fəsildir və burada xüsusilə də bayramlar yaxınlaşır. Gələn həftə siz bu podkastı artıq izlədiyiniz vaxtda Halloween qeyd olunacaq, sonra Thanksgiving, yəni Şükran günü, sonra Christmas, sonra Yeni il. Bax beləcə bayramlar yaxınlaşır və buradakı insanlar üçün də o hissi, həyəcanı artıq görmək mümkündür. Və belə payız mövsümündə mənim yadıma düşən dostlardan biri də Rəşad İlyasovdur. Çünki onun noyabrın 1-də ad günüdür. Mən Bakıda yaşadığım vaxtlarda həmişə biz özəl günlərimizi bir yerdə qeyd edirdik. Yəni mütləq mən onlara qonaq gedirdim onun ad günündə və digər özəl günlərdə o bizə gəlirdi. Yəni bir dostluğumuz var idi və düşündüm ki, bugünkü podkastımızda məsələ dostum haqqında və dostumla bağlı söhbət eləyim. Uzun illər bərabər həm də çalışmışıq Azərbaycan televiziyasında, həmkar olmuşuq televiziyada. Ümumiyyətlə Rəşad İlyasov təkcə Azərbaycan əməkdar artisti, yəni musiqiçi deyil, həm də Azərbaycan televiziyasında uzun illər çalışmış rejissordur, aparıcıdır, yəni bir televiziyaçıdır və uzun müddətli söhbət etmirik. Mən həmişə Azərbaycana gələndə biz görüşürük, çay içib söhbət edirik, dərdləşirik. Yəni Azərbaycandan Amerikaya köçdüyüm vaxtlardan bəri, yəni tək-tük danışdığım, həmişə münasibət saxladığım dostlardan biridir Rəşad İlyasov və bugün onun özəl günündə, doğum günündə bu söhbəti hazırlamaq qərarına gəldim. Bir şey də qeyd edim, biz hər dəfə podkast çəkəndə, yəni bunun biraz texniki tərəfləri var. Mən hər dəfə nəyisə dəyişməyə, nəyisə düzəltməyə çalışıram. Necə edərlər öyrənirəm. Yəni texniki tərəfdə problemlər olur. Hər dəfə bir epizodu hazırlayanda baxıram, gələn dəfə onu düzəltmək istəyirəm. Yəni sosial media biraz fərqlidir də. Televiziyada normalda bütün bu işlərin hər birinin öz ixtisaslaşmış insanı var. Məsələn, səsçi var, işıqçı var, kameraçı var, dekorçu var, rəssamı var, redaktoru var. Yəni bir verilişin televiziya məkanında ortaya gəlməsində ən azı bir 5-10 insanın əməyi var. Amma sosial media isə biraz fərqlidir. Ən azından mənim üçün fərqlidir. Yəni mən təkəm, bütün rollarda özüməm. Beləliklə podkastda növbəti 8-ci epizodunda əməkdar artist Rəşad İlyasovla həmsöhbətdir. Salam Rəşad, necəsən? Salam Səxavət. Çox yaxşıyam. Bugün sənin ad günündür. Mən nəyə görə bunu vurğulam? Əslində bugün bu podkastı çəkdiyimiz vaxtda sənin ad günün deyil. Ad gün noyabrın 1-idir. Amma bugünsə ayın hələ ki bazar günündə ayın neçəsidir deməyəcəm. Ayın neçəsidir ümumiyyətlə? 26-sı. Yəni biz bu podkastı çəkirik 26-sı və bu gün bazar günüdür. Bir həftə öncədən çəkirəm ki, məhz noyabrın 1-i Rəşad İlyasovun doğum günündə bunu yayımlayım və elə əsas məqsəd də bu idi ki, sənin ad günündə səninlə danışmaq istədim. Çox sağ ol ki, təklifimi qəbul elədin və biz bugün söhbət eləyirik uzaqdan uzağa.
Necəsən? Necədir işlərin? Necə qeyd edirsən? Edəcəksən ad gününü? Çox sağ ol, hər şey yaxşıdır. Təşəkkür edirəm sənə. Əvvəla sualıma gəlincə, Səxavət, keçən il qeyd elədim ad günümü. Belə dedim istəmirəm. O zəng vurdu ki, bəs gəlmək istəyirik. Bu zəng vurdu, gəlmək istəyirik. Nəsə 80 nəfərlə başlayıb 170 nəfərdə bitirdik. Qeyd olundu. Çox yadda qalan bir anlar oldu. Çox gözəl keçdi. Bu gün amma elə bir plan yoxdur. Yəni bu dəfəki ad gününə elə bir plan yoxdur. Sadəcə öz ailəmlə bir yerdə olacağam. Axşam da işlərim var. Səhnədəyəm yenə. Sevirəm ad günümdə səhnədə olmağı. Bilməm, çox xoşuma gəlir. Əcaib bir həyəcan verir mənə. O ki qaldı səninlə mənim o səhər proqramı dedin. Ya səninlə mənim o iş təcrübəmizdən irəli gələn müəyyən kontaktlarımız, müəyyən görüşlərimiz. Sənin inandırım səni ki, Səxavət. Mən səni yaxşı görürəm, biraz az sağ ol. Mən inandırım səni, sənin hər efirin mənim xatirimdədir. Sən Azərbaycan televiziyası səhər proqramını aparmışıq, həmkar olmuşuq. Bayram efirlərimiz bir yerdə olub, bəzən bunlar olub. Amma sənin özəl kanalda çalışmağın və orada maraqlı, möhtəşəm layihələri, inan hamısı yadımdadır. İmza məni çox sevirəm. Hələ də var məndə, arada baxıram ona. İmza məni çox gözəl bir layihə idi. Bizim çox fərqli, çox maraqlı AVM-lərdən birində sən tamaşaçılarla canlı görüş və ora tamaşaçıların belə deyək kumirlərini də çağırırdın. Çox yadda qalan bir efir idi. Türkan Şoray ilə də baxmışdım və s. və ilaxır. Sonra sənin bir layihən var idi, niyə də yox. Onun ilk buraxılışının qonağı mən olmuşam. O da yetərincə efirlərdə getdi. Neçə mövsümə qədər getdi, yadımdadır. Çox maraqlı idi, belə qələbəli idi o proqram. Dolu bir proqram idi. Sonra mətbəx verilişlərin olub. Orada da efirlərli olmuş. Ən sevdiyim, mən bu vaxta qədər həyatımda, yəni efir həyatımda ən çox sevdiyim mən amma imza məni deyərdim. Yəni bircə orada rahat idim. Rəşad, ümumiyyətlə bax indi bunları sadalayırsan, mən keçən həftədən artıq yəni hazırlaşanda fikrən, artıq planlayanda ki, səninlə bu podkastı çəkəcəyik. Dedim, birdən-birə düşündüm ki, mən Rəşadla nə vaxt tanış olmuşam və biz artıq neçə ildir bir-birimizi tanıyırıq və illərin sayını itirdim çünki uzun illər. Və mən düşünürəm ki, mən televiziya, radio sahəsinə gəlməsəydim, bəlkə də Rəşad İlyasovu şəxsən tanımazdım. Yəni bu sahədə olub da həyatda qazandığım bir neçə dost var ki, yəni televiziya, radio sahəsindən və xüsusilə də show biznesdən, yəni Rəşad İlyasov nömrə bir yaxın dostumdur və bizi efir yaxınlaşdırdı. Yəni televiziyadan Rəşad məni tanıyırdı, mən təbii ki, Rəşad İlyasovu səhnədən tanıyırdım. Mən hələ orta məktəbdə oxuyurdum, sən o vaxt artıq solo karyerana başlamışdın, yəni ifaçı karyerana başlamışdın və düşünürəm ki, Rəşad İlyasovu məhz o zamanda hamı xatırlayır. Yəni birdən-birə kanondan ifaçılığa keçəndə yadıma gələn insanlar danışırdı, Rəşad İlyasov da oxuyur və mən səni ilk dəfə görmüşdüm, xatırlayıram, Baku Raqs səs yazma studiyası var idi, Nizami metrosu idi, səhv etmirəmsə. Bəli. Səhv eləmirəmsə Nizami 55 ünvanıdır, 25'dir. Mən ilk dəfə səni orada görmüşdüm. Yəni düşünmüşdüm, Rəşad İlyasov həyatda. Sən oradaydın, mən studiyada. Mən hələ ümumiyyətlə efirdə yox idim. Bilmirəm nə üçün mən oraya getmişdim. Canlı mən orada görmüşdüm. Mən orada görmüşdüm. Elə ondan sonra mən radioda başladım. Bu 97-ci il idi. 97. Onlar həmin illər olardı. Universitetdə idim hələ. Bəli, 96-nın sonu, 97-nin əvvəli. Yəni o sonra isə bizim radio efirimə dəvət etdin. Biz orada danışdıq, dostlaşdıq və sonra həmkar olduq Azərbaycan televiziyasında və bütün o özəl günlərimizi bir yerdə qeyd etdik. Mən sizin evinizdə dəfələrlə olmuşam. Hətta Rəşadın qaynanası gildə, qaynatası gildə olmuşam. Yəni biz onlara yeməkləri gedirdik, səhər yeməyinə, şam yeməyinə, özəl günlərə. Bəli, artıq o ailə yaxınlığı var idi, yəni həmişə aramızda və düzdür, məsafələr hər nə qədər də olmasa sözün deyil, biraz uzaqlaşanda hər gün xəbərdar olmursan dostlardan, amma yenə də özəl və xüsusi günlərdə əlaqə saxlayırıq. Yəni məsafə belə düşünürəm ki, bizim dostluğumuzu azaltmayıb, əksinə çoxaldı. Arxandakı fon deyəsən keçənki ad günündən də, keçənki ad günü bu stand oradandır. Bəs belə eləyim, qoy tamaşaçılar görsünlər. Bunu xanımın mənə sürpriz hazırladı. Bu sənin bütün səhnə. Bəli, tanınmışlarla şəkillərimdir. Ondan sonra keçənki ad günümdə həyat yoldaşım mənə çox gözəl sürpriz hazırladı.
Hə, bir də görəm hədiyyələr verir. Yəni qızıl mikrofon idi. Qıraqları qızıl aqranka ilə işlənmiş. Üstündə bir brilyant qaş. Ondan sonra bir hədiyyəsi də var idi. 3 hədiyyə idi. Üçüncü də nə olsa yaxşıdır. Allah bütün evlatları qorusun. Oğlum Avropada təhsil alır, magistr təhsili alır. Dedi mən belə maraqlı bir yumorla dedi. Mən dedi razı ola bilməzdim ki, bir də sənin o yaşın nə vaxt olacaq? Bir də 50 ildən sonra. Ona görə dedim mən rəva bilməzdim. Bəs Mirzə səndən ayrı olsun. Sən demə bütün hər kəs bilir ki, Mirzə 2 gündür gəlib. Nənəsi babası gildə qalır. Mən də gəlmişəm evə, keçirəm qaynatam gilin evinin yanına. Qaynatam qapıdadır. Xoş 5-15 görəm məni içəri dəvət eləmir. Mən də açığı çox fərqinə varmadım, amma qaynatam özün tanırsan da çox necə deyirlər belə adam istəyəndir. Adətən bu mənə deyir, axı gəl evə otur, çay iç, nə bilim söhbət eləyək. Mən elə yoldan keçirdim, gördüm bu da qapının ağzındadır. Gördüm biraz belə soyuq danışdı. Dedim insandır da nəsə bəlkə işi var ya, əlində işi var, o işi qoyub mənimlə məşğul olmaq istəmir ya necə. Mən dedi qıraq adam deyirəm ki, 2 gündən bir gəlirəm də ora. Yolumuz üstündədir. Sən demə Mirzə evdəymiş, oturub orada çörək yeyir. Mənim də xəbərim yox. Səxavət gəlmişəm, səhərsi günü düşmüşəm bərbərə. Bərbər deyir ki, necəsən? Mirzənin saçı necə idi? Sən demə bərbər də bilir, gəliblər onlar. Doğrudan da xoş sürpriz oldu. Keçən ilki ad günüm heç zaman yadımdan çıxmaz. Nəsə bir dostumuz deyir ki, ad günlərdə mən kövrəlirəm. İnsan gənclik, yeniyetməlik heç gənclik dövründə biraz onu çox dəqiq dərk eləmir. Amma yaşlandıqca, yaşa dolduqca görsən ki, burada nəsə bir məntiq var. O adam bu cür qəbul edir. Amma mən yox, kövrəlmirəm. Əksinə deyirəm ki, şükür Allaha bu yaşı da gördüm, bu yaşa qədər də yaşadım. Mən düşünməmişəm ki, biz məsələn hamılıqla bütün dünyada qeyd etdiyimiz bəzi bayramlar var da. Məsələn, yeni ili demək olar ki, bir çox dünyanın bütün ölkələrində qeyd edirlər. Yəni təqvim ili dəyişməsi kimi. Yəni il yenilənir. Mən həmişə deyirəm ki, əslində bizim üçünsə il bizim doğulduğumuz gün yenilənir də. Yəni bizim şəxsi özümüzün ilimiz orada dəyişir və hər insanın günü onun xüsusi bayramıdır. Yəni onu hər bir insan istədiyi kimi qeyd eləməlidir. Mən ümumiyyətlə burada gələndə dəyişdim. Yəni mən Bakıda da xatırlayıram. Sonuncu ad günümü Bakıda qeyd elədim. Bərabər qeyd elədik. Yadıma gəlirsən. Sən mənim məclisimin əvvəlindən sonuna qədər var idin, xatırlayırsansa. Çox coşqulu keçdi sənin həmin ad günün. Yadımdadır. Mətbuat nümayəndələri var idi. Çox gözəl jurnalistlərdən var idi. Radio işçilərimiz var idi. Həmkarlarım var idi. Sənət insanları gəlmişdilər. Və oradan söz məsələsində əylənmişdik. Çox pulu keçdi belə biraz. O zamanlar elə sənin hiss eləyirdi ki, gözün biraz oralarda, buralarda, bir Azərbaycan standartlarında deyil açıq. Bilmirəm bu yaxşıdır pisdir, amma ki həyatdır da, yəni qismətdir yəqin ki. Yox, yaxşıdır. Sən biraz zaman adam yaşlandıqca inanır artıq o qismətə. O nöqteyi nəzərdən deyil. O nöqteyi nəzərdən. Çox sağ ol Ayraşad. Mən bayaq danışdım, sənə sürpriz ediblər ad gününü. Mütləq ailənlə bağlı danışmaq istəyirəm. Çünki bayaq Leyla ilə danışırıq səndən qabaq. Sənə Leyla kömək edirdi kameralar falan qurmağa. Siz Leyluş deyirsiniz ona və mən də istər-istəməz Leyluş deyirəm, amma sonra danışırıq Leyla artıq böyük qızdır. Sən deyirsən Leyla müəllimədir və deyirəm artıq Leyluş deməyim, Leyla deyim. Və o qədər məni sevindirir balaca uşaqların yəni belə böyüməyi artıq, yəni gəncləşməyi, müstəqil həyata addım atmaları uşaqlarımızın. Çünki mən sizin ailənizin içində olmuşam. Yəni uşaqlar hardasa gözümüzün önündə böyüblər, amma bu 10 ildən çox mənim uzaq olmağım hər dəfə o fərqləri hiss edirəm. Bakıya gələndə görürəm adı insanlar dəyişiblər. Amma sənət insanları nədənsə gənc qalır. Bunun sirri nədir? Yeri gəlmişkən. Mən bircə sənət adamlarında hiss edirəm ki, heç kəs qocalmır, hamı eyni qalıb. Yəni Bakıya gələndə və efirdən baxanda. Mənə hərdən deyirlər, sən buzluqda yaşayırsan, ya necə? Deyirəm, valla genetik faktorlar deyilən bir şey var. Mən buna çox inanırdım. Mənim valideynlərim də, məsələn, anam da o yaşı göstərmirdi. Dünyasını dəyişəndə artıq 75-ə haqlamışdı, 74 olmuşdu. O yaşı göstərmirdi. Atamın özü də, atam son illər düşdü.
Yəni ona qədər çox belə enerjili, gənc, hər zaman işləyiblər bu insanlar. Atam 3 ali məktəb bitirmişdi və hər zaman işdə olmuşdu. Hər zaman belə aktiv bir həyat tərzi keçirib. O cümlədən də anam. Onlar daha böyük çətinliklər görüblər də, fərqli çətinliklər. 2-ci Cahan müharibəsindən sonra müəyyən ekonomik, müəyyən necə deyim, streslər onların da həyatından yan keçməyib, amma buna rəğmən burada genetik faktorlar var. Bir də açığı gərək sağlam düşünəsən, pozitiv düşünəsən. Mən nəsə biraz qara düşünsəm, də olur da həyatdır da, bir əsəb keçirdirsən, kimisi haqqında nəsə, ya bu hadisə bir görürəm özümə çox pis təsir edir. Açığı deyirəm sizə. Bu hələ mən lap yaxşı olardım. Bu pandemiyadan sonra nəsə bilməm insanlarda o dəyişikliklər oldu bu və ya digər şəkildə. Həm pandemiya, həm bilirsən bizim Azərbaycan həmişə keşməkeşli yol keçib. Bu 44 günlük zəfər tariximizdə biz çox acılar yaşadıq, çox həyəcanlar yaşadıq, amma şükürlər sonundakı bu acıların, bu həyəcanların sonunu qürur əvəz elədi. Biz bunu da gözləyirdik bu öz yerində, amma istər-istəməz müharibənin öz şərtləri var. Mən düşünürəm ki, bundan sonra lap yaxşı olacaq. Həm Azərbaycanımız üçün, həm biz Azərbaycanlılar üçün, həm bölgə üçün, region üçün, həm də belə deyək də, biz sənət adamları dünyəvi oluruq axı. Dünyəvi fikirləşək, bütün dünya üçün. Rəşad, bayaqdan biz ailə söhbəti başladıq və hər dəfə də ailədən danışanda biz böyük ailə, yəni Azərbaycan söhbətinə keçdik. Bəli. Yəni mən indi qayıdıram yəni şəxsi ailəyə, o deyirlər ailə bir cəmiyyətdir. Yəni çox elə şəxsi suallar verməyə. Bəli. Yox, mən bayaqsan çünki sənət insanlarının yaxşı görünməyindən danışanda əslində söhbəti Gülnarə xanıma gətirmək istəyirdim ki, yəni düşünürəm ki, sənin yəni həyat yoldaşı tərəfindən də bəxtin çox gətirib. Gülnarə xanım həm gözəl insandır, həm həkimdir, həm də möhtəşəm yəni anadır. Təşəkkür edirəm. Və mənə gəlir ki, sənin belə gənc və sağlam görünməyində Gülnarə xanımda rolu böyükdür. Yəni bir misal var, deyir, arvadı əri saxlar, pendir. Tamaşada, o əksinə. Əlbəttə, burada ailə dəstəyinin olması çox yaxşıdır. Mən burada inanırsan Səxavət, birinci mənəvi gücdən istəyərdim danışım. Sırf əgər bizim ailəyə sən bunu misal olaraq deyirsən, bizim ailədən danışırsan bu işləri, bu sağlamlığı, bu güclülüyü, burada mənəvi gücdən, mənəvi sağlamlıqdan söhbət gedir. Mən özüm həmişə arzulamışam ki, həkim olum. Uşaq yaşlarından özə stomatoloq olmaq istəyirdim. Nəsə alınmadı da, bu musiqi daha çox çəkdi, amma rəhmətli anam həmişə arzulayırdı ki, mənim gəlinim həkim olsun. Bilməm, o qədər əməli salih xanım idi anam, o qədər düzgün insan idi. Elə dediyi kimi də oldu. və neçə il artıq evlisiniz? İllərə var mı? Bayaqdan nə illər? Onu hesablamaq istəyirəm. Kvartalın axırıdır, ölməyək. Sualım, ümumiyyətlə mən son illər biraz analiz edirəm. 24. 23 Səxavət. 23. Artıq Gözəl 23 rəqəmdir. Ümumiyyətlə nə demək istəyirəm? Dediyim odur ki, yəni son illər analiz eləyəndə bu ətrafımdakı insanları, onların münasibətlərini və düşünürəm ki, həyatda insan öz yarısını tapanda, yəni soulmate dillərdə İngiliscə, öz ruh əkisini tapanda həyat udalays, ruslar demişkən, udalays, жизнь udalays, rusca deyirəm. Yəni həyat alınır. Və bu çox insanda tapmır onu. Yəni insan olur ki, axtarır, dəfələrlə ailə qurur, dəfələrlə münasibətlər qurur və onu tapmır. Bu biraz da bəlkə xarakterdən irəli gəlir. Yəni insanın bəlkə çətindir. Bəlkə bəzi insanlar var ki, hər şey perfect axtarırlar. Yəni hər şey dörd-dörtlük axtarırlar, amma həyatda o mümkün deyil də, ideal yoxdur. Hər bir insanın da yaxşı xüsusiyyətləri var, pis xüsusiyyətləri var. Əgər insanı sevirsənsə, müəyyən xüsusiyyətlərini qəbul etməyə çalışırsan, insanı dəyişməməyə çalışırsan, bu çox çətindir. Yəni ona görə düşünürəm, ailələr dağılır, insanlar ayrılırlar, yəni bir-birini anlamırlar, bir-birinə şans vermirlər və ya bir-birini yetərincə sevmirlər. Sən nə düşünürsən? Yəni əsas, yəni o sağlam ailənin kökündə nə durur? Sevgi önəmlidir yoxsa hörmət birinci olmalıdır? Sevgi olmasa da olar, sadəcə hörmət etmək lazımdır. Sevgi ilə başlayır bu.
bir qığılcımla başlayır. Görürsən, bəyənirsən, biraz göz qoyursan, bax belə deyək ki, öz təcrübəmdən irəli gələrək deyirəm. Sonra artıq bu sevgi daha da böyüyür. Orada tamam başqa hisslər də girir devrəyə. Məncə görürsən o xoşlanmaqdır da. Üzr istəyirəm. Görürsən, bəyənirsənsə o xoşlanmaqdır. Kimdənsə xoşun gəlir, onun saçlarından, onun gözlərindən, onun görkəmindən, onun danışığından bir hərəkət eləyir. Bəli, xoşlanırsan və söhbətindən də xoşlanırsan, bu sevgi artıq böyük bir anlamda olur. Onun xasiyyətində dediyin kimi müsbətini də, mənfisini də qəbul eləyirsən. Və illər yaşadıkça bunlar hamısı bir çox gözəl şəkildə biruzə verilir. Həm sən tərəfdən, həm qarşı tərəfdən. Ona görə çevrilir böyük bir sevgiyə. Onun içində hörmət də var, onun içində sayğı da var, onun içində necə deyim, qarşılıqlı anlaşma da var ki, ailə də burada təbii ki, belə hallar da baş verir. Mən düşünürəm ki, bir qığılcımla, bir xoşlanmaq kimi bir duyğu ilə başlayan bir görüş artıq özünü çevirir böyük bir sevgiyə. Çox gözəl ifadə elədim. Biz türklərdə, ümumiyyətlə türk dilində belə bir yar var. O yar özünü çox gözəl doğrultur. Yəni mənim yarım, mənim tən yarım. O yarını tapanda insan bütövləşir. O iki yarım ton bütöv not olur, belə. Not. İndi bax, sənin dediyin də çox yerinə düşdü. Mən düşünürəm ki, Səxavət, mən biraz bilməm, bəlkə mənim zəif cəhətimdir, yəni çox məsləhətlərə qulaq asıram, dinləyirəm, qulaq asıram, nəticədə biri görsən öz bildiyimi eləyirəm və yaxud məsləhətə qulaq asıram, nə edirəm, o məsləhət gördüklərini eləyirəm, amma qlobal götürsək mən iki şeydə yanılmamışam. Özüm öz addımımda, həyat yoldaşımın seçimdə, bir də qanun alətimin seçimdə. Nə yaxşı ki, mən bu seçimlərimin üzərində dayanmışam. Bax, bu çox gözəl şeydir. Mən gənclərə də bunu arzulayıram. Bəzən həyat da gənclər elə olur ki, başqasının sözləri ilə başqa bir seçim etməli olurlar. Söhbət evlilikdən getmir, ümumiyyətlə. Tutaq ki, peşə seçəndə və yaxud ailə quranda, nə bilim, həyatda da bir şeylər çıxır insanın qarşısına. Seçim qoyur həyat səni. Bu seçimlərlə qarşı-qarşıya qoyur, amma insanın öz ürək səsinə qulaq asmağı, öz ağlına, məntiqinə dayanmağı bu çox gözəl şeydir. Mən qulaq asdım, şükürlər olsun, çox gözəldir həyat. Mənim şəxsi həyatım. Bilirsən, özün də dediyin kimi, insanın şəxsi həyatı ona böyük bir dəstəkdir. Düşün, böyük bir çınar ağacı, necə gözəldir, qollu, budaqlı. Amma sən demə, bunun altında nə qədər kökü var, onun nə qədər rışa atıb, nə qədər geniş bir ərazidədir. Torpağı qucaqlayıb elə bərk dayanıb ki, nə qədər küləklər olsa, qasırğalar olsa, nə bilim, tufanlar olsa o ağaca təsir eləmir. Ona görə düşünürəm ki, o kök təməlli olmalıdır. O da kök də ailədən irəli gəlir. Doğru seçim eləyəndə mən hərdən bunu mentaliteti də bağlayırlar. Ay, bizim mentalitetdə var bu belə. Xeyr, bu gözəl ailə, təməlli ailə hər bir müsəlman üçün də, hər bir xristiyan üçün də, hər bir yəhudi üçün də və digər dinlərə qulluq eləyən insanlar üçün də keçərlidir, mən düşünürəm. Yox, ümumiyyətlə Rəşad, sənin xasiyyətin də asandır. Yox ya, sən ilk adamsan bunu deyirsən. Yox, məncə səninlə dil tapmaq da asandır. Biz səninlə neçə illər dostluq etmişik də. Yadıma gəlir, biz səfərlər etmişik bir yerdə, regionlarda konsertlərə getmişik, hətta regionlarda konsertlər olanda eyni komandada olmuşuq. Yadıma gəlir ki, yəni əməlli başlı yol yoldaşı olmuşuq. Səninlə dil tapmaq çox rahatdır, çox asandır. Dünən toydaydım, yoldaşım da işdə. Mənim o giyimlərimi o hazırlayır axı. Mən də səhər durdum, biraz səhər idmanı var. Nə bilim, proqramla bağlı yazı pozlarım vardı, mahnıların ardıcılığı, ssenari falan. Bu məsuliyyəti öz üzərimə götürürəm həmişə. Əksər toylarımda, əksər. %98, %99. Yoldaşım da 3-də gəlir, 4-ün yarısı. Mən də 4-də artıq toy yerində olmalıyım, 5-ə işləmiş. Musiqiçilər gəlir, o texniki heyət hazır olur ki, sonra mən biraz soundcheck deyirlər də, səslənməni nəzərdən keçiririm. Deyirəm, hansı kostyumu geyim? Deyir, bu da olar, bu da olar, bu da olar, telefonla danışır. Gəlib bəs hazır deyil, deyirəm, yox.
Sən yoxsan mən hazır eləyə bilmirəm. Bilməm öyrəşir adam ya necə. İnanırsan mən biraz gec hazırlanaram. Özün də bilirsən də bu sənət adamları özdə tez hazırlandım nəsə yadımdan çıxır. Ona görə özümü tələsdirmirəm. İndi biraz 5-10 dəqiqə gecikmə ola bilər, amma istəyirəm tamına hazır olum da. 15 dəqiqənin içində 3 dənə kostyumu necə hazır oldu? Sonra nə bilim bu mahnıların sözləri, bəzən mahnıların o toyun gedişatında bəzi mahnıların yazılması. Tez buna hazır elədim, çıxdım. Xoşbəxtlikdən yolda da tıxac yox idi. Gəldim, çatdım. Mən də yoldaşım bir bəs səhərdən evdəsən, özün neynəmisən? Deyirəm valla biraz idman elədim. Bir də səni gözlədim ki, sən gələndə işlər belə yağ kimi gedir. Mən bircə şey biləm ki, Rəşad, ümumiyyətlə bircə də sən yumurta bişirə bilirsən də evdə. Yox, artıq bişirirəm. Sənin vaxtında bilmirəm. Öyrənirsən artıq. Çünki o vaxtlar İndi gözəl soyutma bişirirəm. Sonra sadəcə hələ sən yumurtanı öyrənirsən. Yox, yumurtanın soyutması yox. Boyundan, moçadan. Artıq elə keçmişsən. Sənin qaynatan çox yaxşı əl qabiliyyəti var yeməklə bağlı. Bir dəfə mən xaş yeməyinə getmişik səhər saatlarında. Sən, bütün başqa dostların onlara getmişdik. Buradan salamlayıram. Yəni sənin qaynatanın ailəsini. Çox dəyərli insanlardılar. Verilişin linkini atacağım onlara. Bayaq dedin ki, stomatoloq olmaq istəyirdin. Yəni musiqiçi olmasaydın, sən stomatoloq, yəni həkim olacaqdın. Bəs elə arada olurmu ki, deyirsən mən niyə oldum musiqi, yəni gərək həkim olardım, yəni musiqi aləmində bu sənətdə olmazdım? Olurdu. Heç yadımdan çıxmır. Yoldaşım yeni düzəldi işə. O artıq internetə keçmişdi. Uşaqlar da biraz böyümüşdü. İndi baxışlasınlar bizə baxanlar, böyüklər. Uşaqlar da böyümüşdü. Dedi işləmək istəyirəm və şəhərimizin xəstəxanalarının birində işə düzəldi. Çox ağır bir iş rejimdə, gecə növbələri, nə bilim, həkimlər bilirsən də necə açığı fədakar insanlar olurlar. Axşam uşaqları qoyurduq, nənələri, babaları gələr. Mən də axşam proqramlarım var. Onu işə qoyurdum, özüm gedirdim proqramlara. Səhər uşaqları gedim tezdən 7-dən oradan gedib məktəbə aparırdım. Sonra gətirirdim evə. O da artıq nahardan sonra növbə dəyişirdi, gəlirdi. O özü ağır şöbədə idi hələ təzə vaxtda. Deyir bu gün belə oldu 2 dənə məsələn də indi olur həyatda uşaq dünyasını dəyişdi. Mən belə qalmışam. Necə yəni? Deyir bəs son anda gətirdilər. Nə bilim, özdəki reanimasiya şöbəsi elədir ki, reanimasiyada artıq bilirlər də, gətirirlər, son bir stadiyadır. Tutaq ki, hansısa bölgədən gəlir, bölgədə aparıblar həkimə və yaxud orada düzgün müayinə olunmayıb və ya heç aparmayıblar həkimə. Sən dedin, bizim bəzilərimizdə var, son anda gedirlər həkimə. Bu da çox pis şeydir. Mən də çaşdım qaldım, düşündüm ki, Rəşad, sən elə yaxşı ki, həkim yox, hələ musiqiçi olmasan. Yoxsa mənim ürəyim dözməzdi ona. Son repertuarlarında kədərli mahnılar daha azdı sanki. Sən ümumiyyətlə, mən düşünürəm ki, daha çox lirik ifalarım var da. Yəni, çox belə lirik yox, yəni orta ritmli, lirik, pozitiv tekstli, mətnli mahnılarım var. Belə ümumilikdə götürəndə. Şən mahnılar var. Necə gedir Rəşad ümumiyyətlə, musiqidən danışırsa bunu bilmək istəyirəm. Yəni, əvvəllər belə idi ki, insanlar mahnılarından pul qazanmırdı Azərbaycan. Ancaq təbii ki, pulu hardan qazanırdı? Toylardan, konsertlərdən, yəni özəl tədbirlərdən. Amma mahnı sırf özü pul gətirsin yox idi. Çünki dünyanın bir çox ölkələrində radioda mahnı səslənməyinə görə ifaçılar oradan öz qanunlarını alırlar. Yəni belə bir sistem var dünyanın çox ölkələrində. Yəni o sistem heç vaxt Azərbaycanda olmuyor. Yəni mahnılar pul gətirməyiblər. Mahnılar ancaq sizi tanıtmağa xidmət ediblər. Şan şöhrət gətiriblər. Amma indi biraz dövr dəyişib və bilirəm ki, insanlar artıq öz mahnılarından YouTube-dan, Spotify-dan pul qazanırlar. Yəni mahnılar ifaçılara pul gətirir. Yəni dünyanın çox ölkələrində belədir. Azərbaycanda necədir durum? Yəni siz mahnıdan bugün, çünki mahnı əməli başlı xərcdir. Yeni mahnı yazdırmaq
pul xərcləmək deməkdir. Bəstəkar var, söz yazarı var, aranjmanı var, səs yazması var. Hələ bunu klip eləyəcəksənsə xərclər daha böyüyür. İndi necədir bu proseslər? O vaxtlar yəni bildiyim qədərilə o qədər yəni mahnı qazanc gətirmirdi. Yeri gəlmişkən bəlkə bizim veriliş proqram o belə deyək yayımlananda ola bilsin mənim yeni mahnım da yayımlansın. Daha doğrusu yeni mahnım deyəndə yeni bir mahnı var. Ona klip çəkdirmək fikrindəyəm və Fuad Əlişova yeni mahnım var. Ona klip çəkdirmək niyyətindəyəm və müraciət elədim. Bununla bağlı çox danışmaq istəmirəm. Proseslər gedir. İşlər gedir. Amma dedim ad günümə özümə bir hədiyyə eləyim, bir fotosessiya. Mən sevirəm fotosessiyanı, amma çox çəkilməyin də tərəfdarı deyiləm. Həm də fotoqraf dostlarıma deyirəm ki, çalışın mən xəbərim olmadan çəkin. Xəbərim yoxmuş kimi. Bu mahnı da çox xoşuma gəldi. Mahnı da biraz elə mahnıdır ki, ümumiyyətlə mən sözüvə qüvvət sevirəm. Düz ürəyim gedir lirik mahnılar üçün. Oxumağı da sevirəm, dinləməyi də çox sevirəm. Amma istəyirəm xalqımıza həmişə pozitiv notlar çatdırım, pozitiv məqamlar, sözlər olsun, melodiyalar olsun. Sən demişkən, düz oynaq mahnıları da oxumaq biraz fərqlilik tələb edir. Ritmdən girib çıxmaq, ritmə uyğun oxumaq, mahnıda obrazı vermək, amma lirik mahnı başqadır. Amma mən son vaxtlar oynaq mahnılara üstünlük verirəm. Mən bu yaxınlarda jurnalistlərə müsahibəmdə dedim. Bu negativlik deməyə də, bu bədbinliyi, bu həyatın o qara və boz tərəflərini istəmirəm çox göstərim. Əgər sən mənim səhifəmə baxmısansa, təbii ki baxmısan. Bilirəm ki, sən gözəl jurnalistsən, araşdırmalarını eləyirsən. Instagram səhifəmə bax, çox az olar ki, mən orada negativ bir hal kimi nəsə paylaşım. Hətta bir münasibət də bildirim. Çox nadir hallarda olar. İstəyirəm daima pozitivliyi göstərək. Daima biz şən notlar ətrafa belə deyək saçaq, göstərək onları. Çünki onsuz da həyatda var. Bu negativ anlar var. Onsuz da stres var. Müəyyən hadisələr olur. Mən düşünürəm ki, biraz bu işdə diqqətli olmaq lazımdır. Daha çox pozitiv, yaxşını danışasan, yaxşını təbliğ eləyəsən, yaxşını göstərəsən ki, digər məqamlar da necə deyirlər, özü sıradan, piyasadan çıxsın. Çox təəssüf ki, elə deyil. Özü sosial şəbəkələr, əlaqsız Instagram, mən deyərdim ki, TikTok, indi biraz bilmirəm, bəlkə daha fərqli düşünürəm. Biraz negativliyi daha çox sevir. Çünki oraya şərhlər yazılır, o daha çox xəbər lentinə düşür və s. və ilaxır. Bu barədə də mənim müsahibəm olub. İndi qulaq assalar nə yaxşı, qulaq asmırlarsa təbii ki, insanın öz günahıdır. Mahnılarıma gəlincə isə bu son mahnı həzin musiqidir. Aranjmançıdan xahiş elədim bunu daha da pozitiv tonlarda eləyək, pozitiv ritmdə eləyək. Yeni mahnıdır yoxsa köhnə repertuardan? Yox, yeni mahnıdır. Ülvidir bəstəkarı, söz musiqisi ona aiddir. Hələ ailə demişkən, mahnının da adı bir maraqlı bir ad seçdiyi mahnıya, sırf ailə ilə bağlı. İnşallah görərsin. Səxavət. Yaxşı, maraqlıdır. Mahnının adı inşallah görərsən deyil də, yox. Sözdən söz tutma. Yox. İdeya, inşallah görərsən. Mahnının adı Qadınımdır. Gözəl. Rəşad, onu demədin. Yəni mahnılar sizə o ödədiyiniz xərclərdən sonra necə geri dönüş eləyir? Vallahi anladım səni. Mən bildiyim qədərilə bizim bir çox ifaçılarımız var, artıq bu işdədirlər. Hansı ki izlənmələri çox geniş kütlələrə xitab edir. Məndə də əvvəllər olub. Sadəcə mənim o belə deyək, kitlərimin dönəmində, populyarlıq dönəmlərdə bu YouTube, digər portallar o qədər də dəbmi deyək, o qədər də işlək olmuyor. İndi yavaş-yavaş biz də başlayırıq. Bu işlə bağlı mənim müraciət etdiyim şirkət var. Amma düşünürəm insanın özündən çox şey asılıdır. Səninlə də bu barədə söhbətlərimiz olur. Elə insan var, çox maraqlıdır. Məsələn, bu yaxınlarda Allah can sağlığı versin bizim dəyərli sənətkarımız Zeynəb xanım xanları var.
nəvəsinə toy elədi. Özü ilk nəvə, adı da Zeynəb. Çox da gözəl xanımdır, nəcib xanımdır. Mən nişanlarında da oldum. Sadəcə rica etdilər ki, paylaşımlar olmasın və s. və ilaxır. Bu yaxınlarda toyunu keçirdik həyata. Gözəl də toy keçdi. Möhtəşəm sözün əsl mənasında. Bir çox ifaçılarımız oradaydı. Zeynəb xanım məni də o məclisdə görmək istəyir. Mən də böyük məmnuniyyətlə dedim. Şərəf veriblər və gəldim Zeynəb xanımın masasında əyləşdim. Hətta onun yanında öz istəyi ilə oturdu, xoş beş, orada bir sıra dostlar vardı. Gəlinin babası tərəf var idi, ana babası falan. Söhbət elədik. Biri görəm yoldaşım mənə deyir ki, yazır ki, sən toyda deyilsən. Deyirəm ki, toydayam. Deyir, bəs bir çox ifaçılar oradan paylaşım edib. Sən niyə eləmirsən? Deyirəm, valla mən elə gəldim, oturdum. İstəmədim xanımı da narahat eləyim. Bir balaca mənim özümə də qəribə gəlir. Adamlar var, telefon əlində. Məsələn, elə anlayıram. Məhz çəkirlər o anı. Məsələn, heç kim inciməsin. Mən də səhnədən düşəndə yaxınlaşırlar o xalq konsertlərində. Gənclər yaxınlaşır. Dünən toyda nə qədər gənclər, orta yaşın nümayəndələri gəldilər, mənə şəkil çəkdirdilər. Amma mən bəzi Instagram səhifələrində, o müğənnilərə ait səhifələrdə görürəm ki, fanatları ilə şəkillərini vururlar. Mənim biraz o siyasət mənə xas deyil. Biraz anlayıram. Onları harda sanıram, iş gərəyi düşünürəm Mən də anlayıram, yəni, amma işimi göstərməkdir ki, görsəm mən buradayım. Yəni gündəmdə qalmaqdır. Sosial media biraz başqa cür işləyir. Mən açığı mən də belə 100% belə aktiv sosial media istifadəçi deyiləm. Yəni insanlar var ki, getdikləri hər addımı, etdikləri hər bir şeyi çəkirlər, storylərdə paylaşırlar. Məsələn, mənim Instagram səhifəmə girəndə baxarsan ki, nə qədər sıxıcı həyatım var da, yəni heç nə yoxdur. Çünki normalda gedirsən, bir maraqlı dinner, yəni şam yeməyinə gedirsən, maraqlı insanlarla danışsan, amma o ərəfədə telefonla çəkmək istəmirəm, o anı yaşamaq istəyirəm. Yəni maksimum 1-2 şəkil çəkirsən özün üçün saxlayır. Yəni hər anı paylaşmaq, həm də mənim başım ondan çəkib, yəni bir dəfə paylaşdım və Azərbaycan mediası sağ olsun məni rüsva elədi. Ondan sonra düşünürəm ki, yəni çünki insanlar sosial media çox amansız ola bilir. İnsanlar haqsızca bilmədikləri, amma onlara necə göstərilib, o cür başlayıb səni linç eləyə bilirlər. Yəni mən sosial medianın nə qədər böyük güc olduğunu, əslində o 2021-ci ildə mənim başıma gələn hadisə ilə də, yəni adi bir şəkli, yəni kimisə axmağın birinin götürüb öz ideyasını o xəbərə paylaşmağı, yəni mənim haqqımda belə ajiyotaj yaratdı. Səxavət, sən biraz əvvəl bir ifadə işlətdin. Mənim səhifəmə girsəz görərsiniz ki, ən darıxdırıcı, sıxıcı həyat. Bilirsən bu yaxınlarda nə hadisə baş verib? Bir psixoloqun, çox ünlü bir psixoloqun dediyidir. Deyir ki, mənə direktdən bir yazı gəldi və baxdım o səhifəyə, gördüm ki, çox xoşbəxt bir ailədir. Bunlar nə bilim Dubaydan vururlar, Balidən çıxırlar, Balidən vururlar, Singapurdan çıxırlar, Singapurdan vururlar, İspaniyadan çıxırlar, Amerika, nə bilim nə. Amma qız mənə direktdə yazır ki, çox pis bir vaxtdaya, mənə yoldaşım çox pis şiddət göstərir, içir, döyür, fiziki güc tətbiq eləyir, alçaldır. Yəqin ki, mən yaşamayacağım. Yəni bu həddə qədər. Ona görə siz mənim bu yazdıqlarımı saxlayın. Mən telefonu da o idarə eləyir. Mən yazıb pozuram belə. Amma deyir o adamın səhifəsinə baxırsan, səhifədə deyirsən bunlardan xoşbəxt bir cütlük yox. Yox, insanlar artıq bir şey var da, insanlar artıq anlayıblar. Məsələn, əvvəllər, televiziyaya və radio çıxmaq, hər insan efirə çıxmaq istəmirdi. Amma əslində hər bir insanın içində görünmək, tanınmaq hissi yəqin ki var. Yəni çıxa bilmirdi. Yəni o qədər məhdudiyyətlər var idi. Yəni sən bir istedadın olmalıydı, televiziyaya çıxmalıydın da. Amma indi isə sosial media nədir? Kameranı açdın, kimdə nə var onu göstərir də. Yəni hər öz qabındakını ortaya qoyur və bir də artıq ki insanlar görüblər bu da pul gətirir. Yəni sən
qatıqlayacaqsan, bu ifadə ilə bu cür də demək istəyirəm, qatıqlayacaqsan və cəmaət buna baxacaq, səni linç eləyəcəklər, söyləyəcəklər, əksinə söydükcə də səni daha çox tanıyacaqlar və sən pul qazanıb gözəl həyat yaşayacaqsan. Yəni mən qınamıram, yəni sən doğrudan da o şəxsi həyatını qurban verirsənsə bunun üçün, mənim üçün problem deyil. Mən onsuz da mənim Instagram səhifəmi açsan, yəni mən düşünürəm hər insanda belə işləyir də. Yəni sosial media alqoritmlər belə işləyir. Sən nəyə baxırsansa, Instagram və ya Facebook sənə ona bənzər şeyləri qarşına çıxarır. Yəni o insanlar adətən şikayət edirlər. Bəzi görürsən də sosial mediada olanlardan, xüsusilə TikTokdakilərdən. Fenomenlərdən. Mən o fenomenləri qınamıram. Əksinə əla pul qazanırlar, lap yaxşı. Çox doğru deyirsən. Onları varı edən insanlar onlara baxır. Yəni sən onlara baxırsansa, deməli onlar sənə maraqlıdır ki, sən baxırsan da. Yəni mən çalışıram, baxmıram və mənim o ekranıma onlar gəlmir, heç görmürəm də. Yəni nəticə etibarilə bunu anlaya bilmirəm. Sən sevmədiyin, xoşuna gəlməyən bir insana baxırsan, xoşuna gəlmir amma yenə baxırsan. TikTokda ümumiyyətlə mən yoxam da axır vaxtlar. TikTokda mən nəyə şoka düşürdüm. TikTokda insanlar var idi ki, indi bilmirəm, yəni varmı elə kanallarda. Adi insandır. Gecənin bir anımı canlı açıb, yəni yatıb sadəcə olaraq da, amma ekran orada da insanlar buna baxır. Yəni minlərlə insanlar baxır buna. Bu adam yatır sadəcə olaraq. Qoşub, yəni belə gözəl bir vizual görüntü də yoxdur da. Yəni adi bir yerdə yerinə girib yatır, qaranlıq otaq və insanlar saatlarla ora oturub baxırlar. Yəni mən düşünürəm ki, nə yaşayır da? Yəni mən onu çəkən insanı yox, ona baxan insanları əslində mühakimə eləyirəm ki, yəni sizə nədir maraqlıdır? Saatlarla və ya bir insanın yemək yeməyinə sən saatlarla oturub baxırsan. Yəni belə videolar da var. Düşünürəm ki, amma yenə qınamıram. Yəni hərə nə istəyirsə onu görür. Sosial media budur. Sən nə istəyirsənsə ona baxırsan. Ətrafda hər şey var. Bir dənə də haşiyə çıxın. Biz o vaxt televiziyada işləyəndə, elə Azərbaycan televiziyasında bir yerdə efirdə olanda, səhər efirini aparanda, həmin ərəfələrdə çox eşidirdim. İnsanlar şikayətlənirdilər. Televiziyalarımız bərbad gündədirlər. Bayağı verilişlər verirlər. Vətənpərvərlik verilişi falan vermirdilər. Və mən həmişə o sözü, şikayəti mənə elə insanlara deyirdim ki, verirlər, siz onları görmürsünüz. Azərbaycan televiziyasında o dövrdə var idi. Digər bütün özel kanallarda da var idi. Siz onları görmürdünüz. Onlar da reyting vermirdilər. Özel kanallarda sizin ucubatınızdan onları bağlayırlar. Çünki sizə maraqlı deyilsiniz. Yenə baxırdınız dedikodu, skandal verilişlərinə, məişət mövzularına və siz baxırsınız da, həm baxırsınız, həm şikayət edirsiniz. Və ya tutaq, bəyənmədiyiniz müğənninin adını çəkirsiniz, tənqid edirsiniz, amma bütün mahnılarını da bilirsiniz. Bu necə baş verir? Demək, qulaq asırsınız da. Yəni amma bəyəndiyiniz müğənnini demək olar ki, tanımırsınız. Exactly. Bəyəndiyiniz ifaçını biraz səmimi olmur bəzən insanlar. Yəni səmimi olmurlar və səmimiyyəti əslində biz insanların videoları insanların baxış sayından bilə bilirik də. Yəni siz nə tipdə daha çox. Mən bu gün baxıram məsələn bizim YouTube-da, Azərbaycan segmentində xeyli sayda yaxşı podkastlar hazırlayır bizim Azərbaycanlı həmkarlarımız. Maraqlıdır da. Yəni baxırsınız, mən amma analiz edirəm, baxıram 10 milyon əhali sayıdırsa, belə deyə Azərbaycan danışandısa, 10 milyon nisbətində onların o maraqlı podkastlarının tutaq ki, bir ay ərzində 21 min baxılmağı mənim üçün çox aşağı göstəricidir də. Yəni siz buna baxmırsınız, amma elə videolar var ki, orada sizə milyonlarla baxış var ki, orada heç bir dəyər yoxdur. Heç bir şey məlumat almırsan. Yəni sən 30 dəqiqəni xərcləyib heç nəyə baxırsan da. Yəni amma onlara baxış sayı çoxdur. Amma yenə də çalışam qınamayım. Yəni deyir hər insanın öz, yəni hər ifaçının öz izləyicisi var, hər ifaçının öz sevəni var. Təbii. Yəni ona görə biraz qəribə anlar yaşayırıq. Biz xüsusilə də 90'lardan çıxma, o televiziya dövrünü görən insanlar sosial media biraz belə maraqlı bir dönəm yaşanır və televiziyada çox güman ki sıradan çıxacaq. Yəni mən düşünürəm bu gün çox az insan var. Sən belə deyirsən. Televiziyalar məncə məsələn Amerikada normal televiziya kanallarına baxan insanlar adətən 50-60 yaş üstü insanlardılar və daha çox. Səndən nikbin xəbərlər gözləyirəm, nikbin. Hə. Yerli bir kanallara baxırsan, bir də var ki, məsələn baxırsan kabel kanallarına. Yəni normalda insanlar onun üçün artıq pul vermirlər. Netflixə baxırlar, Hulu'ya baxırlar, filmlər, artıq nəyə baxmaq istəyirlərsə ona baxırlar. Yəni televiziya mənə 24 saat nə göstərəcəksəm ona baxmaq məcburiyyətində deyiləm. Və düşünürəm ki, bu da bir müddətdən sonra televiziyanın ölümünə gətirəcək. Yəni yavaş-yavaş sıradan çıxacaq, çünki artıq internet dövrüdür, rəqəmsal media dövrüdür. Yəni bu keçidi eləmək lazımdır. Yəni bu normaldır. Yəni
ifaçıların da bugün sosial mediada olmağı, öz rəqəmsal medialarını genişləndirməyinə çox müsbət baxıram və düşünürəm ki, bu mütləq lazımdır. Amma insanlar da gərək unutmasınlar ki, izlədiyiniz mahnını like eləməlisiniz də. Yəni siz bəyənəndə, çünki onsuz da pulsuz izləyirsiniz də o mahnını. Tutaq ki, YouTube-da bugün qabaq nə idi? Disk alırdıq, kaset alırdıq da. Yəni ifaçının mahnısını alırdıq. Ən azından biz ona dəstək olurduq kasetini almaqla. Amma indi elə deyil axı, biz hamısı pulsuzdur. Spotify-da, YouTube-da izləyə bilirsən. Pulsuz izləyiriksə, heç olmasa bəyəndiksə, bir bəyəndiyi basmaq məncə o bəyəndik düyməsini sıxmaq lazımdır mütləq. O yəni dəyəri göstərir. Ünvanda çatdı ya. İnsanlar deyirəm ümumiyyətlə. Mən də səndə bir sən nəyi görürəm? Sən uzun illərdir artıq Azərbaycanda deyilsən, amma fəaliyyətin Amerikano ilə bağlı fəaliyyətin çox xoşuma gəlir. Bir çox Amerikada yaşayan dəyərli insanları, istər Azərbaycanlılar olsun, istər türklər olsun və yaxud elə Amerikalı özü də olsun, bunları çəkib göz önünə göstərirsən, bunlar yaxşıdır və bir də nəyi sevinirəm. İndi də elə söhbət əsnasında gənc nəsil belə söhbət eləyəndə lap demirəm o yeniyetmələr, yox. Amma bir gənc nəsil, bizim özümüzdən sonraki gələn nəsil səni yaddan çıxartmayıblar. Çox gözəl bir şeydir. Sənin efirləri, sənin radioda proqramları və ümumiyyətlə Səxavət Nur deyə bir aparıcı olaraq bu məni bir dost olaraq çox sevindirir. Bugün də çox zövq aldım səninlə proqramda. Çox sağ ol ki, ad günümdə məni unutmadın. Və mən çox istərdim ki, biz növbəti ad günündə səni Azərbaycanın xalq artisti kimi təqdim eləyək. İnşallah. 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 Səni, çox sağ ol, təşəkkür edirəm. O vaxt kimsə demişdi efirdə, bir var xalq artisti, bir də var xalqın artisti və düşünürəm ki... Dəfə eləmirəmsə Flora xanım demişdi. Bəli, yəni o xalqın artisti olmaq söhbəti var ki, mən düşünürəm ki, səni xalqın artisti adlandırmaq olar, çünki səni xalq sevir, sən xalqın içindəsən, yəni özəl günlərdə, tədbirlərdə həmişə xalqın içindəsən, xalqın sevdiyi ifaçısan və mən bugün sənə arzu edirəm ki, uzun ömür yaşayasan, həmişə gözəl ifalarınla, sənətinlə bizi sevindirəsən və nə çox şadam ki, mən səni şəxsən tanıyıram. Və bizim bir dostluq hekayəmiz var, yaxşı xatirələrimiz var. Həmişə Azərbaycana gələndə mütləq səninlə görüşürəm və çoxdandır ki, yəni bir 3 il var Azərbaycana gəlmirəm və həmin vaxtdan bu yana ilk dəfədir belə uzun-uzadı söhbət eləyirik, çay içərək. Çox sağ ol ki, yəni bu gün mənim podkastımda iştirak etməyi qəbul etdin və bu söhbəti etdik. Mənə də xoş oldu Səxavət. Sənə uğurlar arzulayıram. İnşallah düşünürəm ki, tamaşaçılarımıza demədik ki, bu vaxtınızı boşa xərclədiniz. Mən düşünürəm ki, bu belədir. Çünki söhbətimizdə hər bir tamaşaçı özünə lazım olan məqamı götürür. Sənə uğurlar arzulayıram. Təşəkkür edirəm. Evladına, bütün ailə üzvlərinə də, valideynlərinə də salamlarımı çatdır. Amerikadakı dostlara da. Hələlik. Bizim aramızda təbii ki 8 saat fərq var. Yəni Azərbaycan hazırda bizdən 8 saat irəlidədir və Bakıda hazırda axşam saatlarıdır və düşünürəm ki, Rəşad hansısa proqrama yetişməyə çalışır və bizdə isə də günün səhər saatlarıdır, gün yeni başlayır. Bax belə əziz dostlar, bugün də bizi izlədiyiniz üçün təşəkkür edirəm və düşünürəm ki, ürəyinizdən keçən mövzularla bağlı bizə kommentlərdə yazsanız yaxşı olar. Hansı insanlarla podkast çəkməyimizi istərdiniz, hansı fikirləriniz var, yazın və mən də onları səbə-səbə oxuyub cavablayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Daha bir podkast burada yekunlaşdı. Thank you.